Bəzən bəylər yaxınlaşır, deyir ki, doktor, mən cinsi yolla keçən xəstəliklərdən qorunmaq üçün oral münasibətdə oluram və bundan da mənə mikrob bulaşmır. Bugün istəyərdim ki, sizə əslində hansı cinsi yol münasibətləri daha təhlükəli, hansı daha təhlükəsizdir, onun haqqında danışmaq istəyirəm. Cəmiyyətdə ümumiyyətlə bir anlayış var ki, oral münasibətdə olanda bizə hər hansı bir mikrob bulaşmır. Əslində bu yalandır. Yəni cinsi münasibəti biz oral şəkildə də etdiyimizdə oradan bizdə ağız içərisində olan mikroblar bizə keçə bilir və vaginal bölgədə olan mikroblar da ağız bölgəsində ola bilir. Məsələn, gonoreyadır, yəni tripit dediyimiz mikrob, sifilis və digər viral mikroblar da bizə ağız nahiyəsindən keçə bilir. Vaginal münasibət isə bildiyimiz kimi normal münasibətdir. Orada da müəyyən qədər orası nəmli olduğu üçün, mayedən bol olduğu üçün orada da mikroblar bizə rahatlıqla keçə bilirlər. İçlərində ən çox hepatitlərindir, AIDS dediyimiz HIV virusunun daha tez bulaşma ehtimalı anal münasibətdədir. Anal münasibətdə bizdə orada qanamalar olduğu üçün cinsi əlaqə aktında o qan virusları rahatlıqla keçə bilir. İstər oral olsun, istər anal və yaxud da vaginal, ən gözəl qorunma metodu hər zaman prezervativ istifadə etməkdir, yəni qoruyuculardan istifadə etməkdir. Elə bəzən bəylər deyirlər ki, doktor, mən nişanlımla, partnyorumla sürtünərək münasibətdə oluram. Elə bunun özündə də təəssür olsun ki, dəridən dəriyə keçən viruslar da, məsələn, HPV-dir, insan papilloma virusu və yaxud da molluscum contagiosum virusu dəridən dəriyə keçə bilir. Biz qoruyuculardan istifadə eləyərək, partnyor sayımızı mümkün qədər az tutaraq və gigiyena qaydalarını, yəni cinsi münasibətdən əvvəl və sonra oradakı duş almalardır, sabundan istifadə etməkdir, yəni gigiyenik qaydalara diqqət edərək cinsi yolla keçən xəstəliklərdən özümüzü maksimum şəkildə qoruya bilərik. Bu kimi videolar üçün kanalıma abunə olmağı unutmayın.